Görüm bu əli qurumuş nə pişirib. Yaxşı yeməkdir. Götürüm bunun içine ətini yiyeyim mən. Bunlar görməmiş. Gördün, normal bir ət yox idi qoyasan. Mən sən sinə əti qoyacaqdım. Yəqin çox pişib deyə yumşalıb. O da ətdirəkdən olacaq ki. İndi nə demək istəyirsiniz? O əti mən yemişəm. Sən necə deyən oldu ki? Yox baba, burada məndən başqa kim var ki? Hara yoxa çıxdı qazandan ət? Yox Allah mən yemişəm. Kimə nə? Mən kimin qazancını yeyirəm ki? Mən oğlumun qazancını yeyirəm. Ay qonşular eşidin. Gəldim qoymur oğlumun qazancını yeyəm qonşular. Bu gəlin mən imkan vermir ki ben bu evde yaşayam ay qonşular. 9 ay ben uşaq böyütmüşəm qarnımdakı. Bu senin qalmış mən o qazancını yeməyə qoymasın. Ama yaxşı da başıma dönündəsən, hə? Bir giymək yiyəcəm, imkan vermədiz ya. Kəsəsin sən də arvad ağız. Ömür boyu o beləvindən çıxmısan. Deyə bilmirsən ki anam yiyib, əcəb eləyib yiyib la. Ay tövbə dilimə vurmamışam heç ondan mən. Gedirəm başa bilmirsin, durun. Çıx cəhənnəm olun hara gedirsiniz gedin. Gedin arvad uşağını da götürün. Hara rədd olub gedirsiniz gedin.